18 yaşımda nişanlanmışam, hazırda 20 yaşım var və 2-ci kurs tələbəsiyəm. Xanımlardan belə bir məsləhət istəyirəm ki, mən 2 yol arasında qalmışam. Belə ki, mən sevərək nişanlanmışam və nişanlım da demişdi ki, söz vermişdi ki, narahat olma, təhsilini alacaqsan, universiteti bitəndən sonra evlənəcəyik və ailəm də mənim üçün çox əziyyət çəkir. Çünki mən ödənişli təhsil alıram və o ödənişi ödəmək üçün də ailəmizin vəziyyəti, yəni o qədər də yaxşı olmadığına görə borc xərc tapıb onları ödəyirlər. Universitetə girəndən sonra artıq nişanım dəyişməyə başladı. Belə ki, mənə qadağalar qoymağa və bir müddətdən sonra isə artıq universitetlə dayandırmağımı və evlənməyimizi istəyir. Nişanlımı sevirəm, sevərək nişanlanmışam, amma valideynlərimin də haqqı üstümdə böyüdü və hazırda nişanlım deyir ki, mənə qətiyyən evlənəndən sonra da onsuz da səni işləməyə qoymayacağam, sənin oxumağın heç bir mənası yoxdur. Şəbnəm adlı bir tələbə qızımız bunu məndən xahiş elədi ki, səsləndirim və sizlərdən məsləhət istəyir xanımlar ki, neynəsin? Yəni bu xanımla eyni vəziyyətdə olan xanımlarımız yəqin ki, olub. Soruşur ki, neyniyim? Sizin fikrinizcə mən ümumiyyətlə təhsilimi dayandırım, yəni valideynlərimin əziyyətinin üstünə xətt çəkim, yoxsa nişanı atım və təhsilimə davam edeyim. Mənim fikrimcə isə xanım nişanı atıb və öz təhsilini davam elətdirməlidir. Çünki onu bir növ nişanlısı aldadır. Birinci deyib, hə, oxu, heç nə olmaz, nişanlanana kimi. Sonra artıq görüb ki, xanım həqiqətən təhsilini davam elətdirir və bu zamanda problem yaradır. Fikrimcə onlar evlənəndən sonra da yoldaşı ona hər şeyə qadağa qoyacaq və xanım üçün çox çətin olacaq.